Həftəlik bürclər, dolçu əkizlər, tərəzi bürclərini 19 maydan 26 maya doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar həftənin önlərində kartlar göstərir ki, transformasiya verməz. Yəni sıfırlanıb güncəllənməz, yenilənməzsiniz. Əslində qalsa dolça qadınları bu həftə şansınız maddisal olaraq çox gözəldir. Hardansa pul gözləyirsə, maddisal qalığınızın aktivləşməsini istəyirsə, bu həftə yenilənmələr başlayacaq. Amma dolçalar, ümumi dolçalardan söhbət gedir. Bu həftə böyük bir güc sərf etməlisiniz. Qəfəsinizdə olduğunuz nüansdan çıxmaq, yəni olduğunuz mühitdən, olduğunuz işdən, olduğunuz evdən çıxıb özünüzü aktivləşdirmək üçün bu həftə güc sərf etməlisiniz və şəxsiyyətlə əlaqədar bəzi nüanslara nazir etməlisiniz. Çünki şəxsiyyətlə əlaqədar olaraq dolçalar sanki bilirsiniz necə aldanma, xəyanət, yalanların bu həftə üstünü açacaqsınız və sizə qarşı qurulmuş oyunlar nədirsə dolçalar, bu həftə onların hamısını biləcəksiniz. Həftənin sonlarına doğru sərtləşirsiniz. Danışıq olaraq, əsəbiyyət olaraq, söz olaraq bu həftə çox aqressiv bir fonda olacaqsınız. Sanki insanları incidəcəksiniz, insanlara qarşı sərt, kobud şəkildə yerlərini və hərəkətlərini bildirməyə bacaracaqsınız. Ümumi dəyərləndirəndə dolçalar həm sağlamlıq olaraq, həm ətrafınızda olan insanların mənfi enerjilərini aktivləşdirsək, İnsanların mənfi enerjiləri həddən artıq çoxdur. Onları aktivləşdirsək, ümumi olaraq belə deyim də 75-76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz dolçalar. Pis həftə deyil. Əkizlərə gələndə isə əkizlər neçə vaxtdır ki, o iş, pul, maddiyyat olaraq qəfəsdə olan bir nüansınız var. Ondan çıxacaqsınız. Yeni iş başlanğıcı, yeni iş xəbəri və yaxud da yeni bir beyninizdə plan quracaqsınız, yeni insanlarla danışacaqsınız və İnsanların sizə bu həftə maddisal olaraq ehtiyac duyduğunu hiss edəcəksiniz. Və bu həftə insanlar maddiyyat olaraq sizdən ehtiyac pul istəyəcəklər və yaxud da sizə dəstək olmağa çalışacaqlar və yaxud da nəsə gözləyəcəklər. Onları təmin etməlisiniz. Çünki bu həftə özünüzün belə deyim də soyuq, kobud olduğunuzu bildirəcəksiniz. Yəni əkizlər, yəni heç kəs mənə maraqlı deyil, öz planlarımı, öz məqsədlərimə doğru gedəcəm bildirəcəksiniz. Bu həftə romantik həftə deyil. Bu həftə iş, pul, maddiyyat və beyin şahmat quracaqsınız və oyununuzu mükəmməl şəkildə oynayacaqsınız. Amma həftənin sonlarına doğru birdən-birə sevgiyə, diqqətə ehtiyac duyacaqsınız. Həftənin sonlarına doğru sanki birdən-birə yalnızlaşacaqsınız. Həftənin sonlarına doğru nəyi necə edəcəyinizi, şəxsiyyət olaraq kimi necə dəyərləndirəcəyinizi sanki uşaq kimi boşluqda qalacaqsınız. İş, pul, maddiyyat baxımından bu həftə uğurlu bir həftədir. Bu həftə heç kəsə kredit vermirsiniz. Heç kəsə borc, pul, maddiyyat olaraq kömək olsa belə aktivləşdirmirsiniz. Çünki maddisal dövriyyəvi səmada aktiv vəziyyətdədirsə, onu özünüzə doğru kökləməlisiniz, başqa insanlara doğru yox. Ümumi dəyərləndirsək həftəlik olaraq 83-82%-ə qədər əkizlər həftəniz uğurludur və pozitivdir. Çünki yenilənirsiniz. Özünüz yeniləyəcəksiniz. Tərəzilərə gələndə isə tərəzilər bu həftə maşınla, yolla əlaqədar yeni bir qərarlar verəcəksiniz. Özünüzü göstərmə həftəsidir. Yəni bu həftə sizə bəzi daşlar atacaqlar ki, sən beləsən, eləsən deyə bunların hamısını boş verirsiniz. İnsanları manipulyasiya etmək, insanlarla şərikli iş qurmaq, insanlara ağıl vermək, insanları lazımı pul, maddiyyat baxımından göstərməz. Amma bu həftə o qədər uşaq kimisiniz. Bu həftə o qədər özünüzə qarşı özgüvənsiz dayanmışsınız ki, tərəzilər. Yəni bu həftənin əvvəlində başlayacaqsınız mən eləyəm beləm, həftənin ortalarına doğru gücsüzləşmiş, boş bir vəziyyətdə olacaqsınız. Sanki enerjiləriniz yarımçıq fonda olacaq və öz enerjinizi hansı tərəfə necə aktivləşdirəcəyinizi balaca uşaq kimi bilməyəcəksiniz. Maşınla, yolla, transportla əlaqədar nə işləriniz varsa addımlaya bilərsiniz. Çünki evrə məsafəli işlərinizi bu həftə aktivləşdirmiş bir fonda qoyacaq. Amma yenə də deyirəm, sağlamlıqla əlaqədar kart göstərir ki, həftənin ortalarına doğru həkimə getməlisiniz. Çünki bədəninizdə bəzi nüanslarda qorxulu olmayan, amma bədənsal enerjilərinizlə əlaqədar narahatçılıqlarınızın aktivləşəcəyini hiss edəcəksiniz. Tərəzilər ümumi pis həftə deyil, amma ümumi olaraq bundan əvvəl sizə bildirmişəm də, Qoç və tərəzilər çox ehtiyatlı olmalısınız. Bu həftə ərzində bəzi sınaqlarınız olacaq. Bəzi insanların danışdıqlarından zənciri qurub sizə qarşı nə plan qurmaq istədilər, necə davranmaq istədilər, hamısını tutub öyrənəcəksiniz. Zəif həftə deyil, ümumi hava ünsürlərinə zəif həftə deyil. Həftənin ortalarından həftənin sonlarına doğru başlayacaqsınız güclənməyə. Sadəcə olaraq bu həftə bacardığınız qədər dolçu, əkizlər və tərəzi bürclər məntiqlə hər şeyi analiz etməlisiniz, çox düşünməlisiniz.